Seymur bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycana gəliş nədəninizlə əlaqədar biraz məlumat verərdiniz bizə. Çox sağ olun, çox təşəkkür edirəm. Bəli, mən də bir Azərbaycanlı kimi 29 ildir Misirdə fəaliyyət göstərirəm. Bugün İslamofobiya konfransına əlaqədar biz də bura rəsmi dəvət ediblər. Biz çox şadıq ki, bizim ölkədə belə mötəbər tədbirlər keçirilir və bu əslində tarixən Azərbaycan xalqının necə deyirlər, ənənə olaraq həyatında hər zaman olmuşdur. Azərbaycan tarixini siz oxusanız görərsiniz ki, əsrlərdən boyu bəri hər zaman İslamofobiyanın mübarizə aparmışdır. Çünki Azərbaycan bir multikultural ölkə olduğu üçün dünya kimi nümunədir. Hər zaman bu ədalətsizliyə qarşı mübarizə aparmışdır. İslam zuhur etdiyi gündən bugünə qədər hər zaman açıq-aşkar ona qarşı hər zaman belə İslamofobik əməllər olmuşdur. Bugün də bunu davam edir. Zaman-zaman İslam ölkələri zəiflənəndə bu biraz da sürətlənir, biraz da alınır. Amma bugün artıq demək olar ki, çox həddinə daha çox. Azərbaycan dövləti olaraq çox mən şadam ki, mənim vətənimdə belə bir tədbir keçirir. Bütün dünyada mütəxəssislər bura toplanıb, fikir mübadiləsi aparır, birgə bir orta məxrəcə gələrək bununla mübarizə aparır. Yəni bugün dünyanın müxtəlif ölkələrindən böyük alimlərin burada, şəxsiyyətlərin çıxışları çox diqqətimi çəkdi. Həqiqətən də çox şadam vətənim üçün belə bir hadisənin. Çox sağ olun. Biraz İslamofobiya mövzusundan kənara çıxsaq, ümumiyyətlə Misirdə Azərbaycanlıların fəaliyyəti, Azərbaycan diasporasının aktivliyi, Azərbaycanı Misirdə tanıtma, bu məsələlər nə yerdədir? Bildiyiniz ki, mən artıq 29 ildir Misirdə yaşayıram. İlk dəfə Misirə biz gedəndə demək olar ki, Azərbaycan adını bilənlərin sayı çox az idi. Çünki bir əsrə yaxın SSR tərkibində yaşamış Azərbaycan, onun övladlarının bütün nailiyyətləri SSR adına təqdim olunur. Çox vaxtı da bunu ruslar qəbul edirlər. Biz düşündük ki, vətənimizi hansı şəkildə tətbiq edə bilər? Ən əsas yollarından biri də Azərbaycanla bağlı tədqiqatlar aparın. Bildiyiniz kimi uzun illərdir mən Azərbaycanla bağlı tədqiqatlar aparıram və bundan ərsəyə gələn 2 kitabda təlif etdim. 250-dən çox Azərbaycanlı, əslən Azərbaycanlı alimlər haqqında, ərəb dünyasında və İslam dünyasında, bütün dünyada tanınmış bu alimlər haqqında biz ərəb mənbələrinə istinad edərək kitablar yazdıq və çoxlu sayda da elmi və publisi məqalələri. İkinci, ən gözəl təbliğ etmə yolu da Azərbaycan dilinin təbliğatıdır. Mən hələ bundan 20 il öncə fərdi şəkildə Azərbaycan dilini öyrənirdim. Sonra bütün ailəmiz Azərbaycan dilini tədris etməyə başladı. Böyük bir diaspora mərkəzi aldıq. Hal-hazırda Qayra mərkəzində 600 kvadrat metre olan böyük bir 600 böyük bir mərkəzin diaspora mərkəzimiz var. Orada Azərbaycan dili başda olmaqla bugün dünyanın 57 ölkəsindən 600-dən çox tələbə müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır. Ne güzel. Bunun mali cəhətdən kim həll edir məsələni? Düzün desəm, hamısını özüm elə bir formada təşkil etmişəm ki, artıq heç kimə ehtiyacımız olmasın. Amma onu da qeyd edim ki, təkliflər çox olunub, vətənimiz tərəfindən də dəstəklə təklif olunub. Birbaşa Azərbaycan Diaspora Komitəsinin hər hansı bir iştirakı var bu məsələdə? Diaspora Komitəsinin yüksək səviyyədə əlaqəmiz var. Hər zaman bizə mənəvi dəstək olurlar. Sadəcə Misir qanunlarına uyğun olaraq xaricdən maliyyələşdirilən bir təşkilat siyasına daxil olmamaq üçün biz şəxsən özüm tələb etməmişəm. Özümüzün maddi imkanları... Yerli qanunlara uyğun olaraq, yəni. Əsas yerin olmasıdır ilk növbə. Əgər sizin yeriniz varsa orada, mülkünüz varsa, ondan sonra o biri məsələləri həll etmək daha rahat. Çünki biz könüllü şəkildə çalışırıq orada. Ailəm də Azərbaycan dilini tədris edir. Sonra müxtəlif fənlər. Hətta son ildə xalçaçılıq sənətini də biz tədrisinə başladıq. Muğam sənətini də tədrisinə başladıq. Əsas hədəf nədir? Vətəni layiqincə təbliğ etməkdir. Ümumiyyətlə, Azərbaycanlıların Misirdə yaşayan sayı nə qədərdir sizin bilgilərin? Bizim sayımız, yəni müstəqil Azərbaycan dövlətinin vətəndaşlarının sayı çox deyil. Amma əslən baxanda orada Azərbaycan kökənli çox böyük ailələr. İrandan gəlmiş. Xeyr, yəni Azərbaycan kökənli deyəndə bizim bugün müstəqil Azərbaycan dövləti tutulur. Çünki Azərbaycanlılar dünyanın hər yerində
nümunəvi bir xalq olublar. Mən Azərbaycanla bağlı araşdıranda sizi inandırım ki, ərəb mənbələrində o qədər gözəl məlumatlar var. Hətta Misirin ən böyük alimlərindən biri İskəndəriyyədə dəfn olunmuş Əbu Tahir Siləfi deyir ki, qərbdə deyir Əndəlus, şərqdə isə Azərbaycan elm və ədəbiyyat diyarıdır. Bu xalqlar arasındakı hər biri elmlə məşğul olmaqda məşğul olan bir xalqdır. Başqa İmam Himyərinin sözlərinə baxanda həqiqətən də Azərbaycan xalqı haqqında dedikləri sözlər qürur vericidir. Ona görə də mən çox istəyərdim ki, bizim şərqşünaslar ərəb mənbələrini yenidən araşdırsınlar. Çünki vətənimizlə bağlı qürur verici məlumatların sayı hesabı yoxdur. Sayın müəllim, ümumiyyətlə gələcək perspektivdə Azərbaycan və Misir əlaqələrini daha da yüksək inkişaf etdirmək üçün xalqların arasında mədəni əlaqələrin yüksək nələr təklif edə bilərdiniz? Mən şəxsən özüm düşünürəm ki, Misirdə Azərbaycan Universitetini açmaq. Çünki Misirdə son illərdə başqa ölkələrdən gəlmişsən, Almaniyadan, Amerikadan, olsun Çindən, Almaniyadan gəlib universitetlər açıblar və bu da xalqlar arasında dostluğu daha da möhkəmlədir. Və yaxud da Misirdə böyük bir beynəlxalq araşdırma mərkəzi açmaq da mümkündür. Mən inşallah yaxın gələcəkdə Misir Azərbaycan Elm və Mədəniyyət Akademiyası açmaq da artıq planlaşdırıram. İnşallah yaxın günlərdə bunu da eşidərsin. Hədəfimiz nədir? Gözəl əməllər görərək, nümunəvi olaraq vətəni rayicə təbliğ etməkdir. Hal-hazırda mən Qahirə Universitetində də Azərbaycan tədris edirəm. Bugün də artıq 8 ildir 1500-dən çox Misirli Azərbaycan dilini tədris etmişəm. Həyat yoldaşım da Əl-Əzhar Universitetində müəllimədir. Könüllü şəkildə 7 ildir tədris edir. O da 1000-dən çox Misirli Azərbaycan dilini öyrətmişdir. Nə gözəl. Bütün ailəmizin əsas hədəfi nədir? Vətənimizi layiqincə təbliğ etmək. Dil sadəcə ünsiyyət vasitəsi deyil. Bilirsiniz ki, eyni zamanda mədəniyyəti, tarixi, coğrafiya ən əsası həqiqətlərimizi də təbliğ edir. Bəli. Sevim müəllim, çox təşəkkür edirəm. İşlərinizdən müvəffəqiyyətlər arzu edirəm. Mən sizə təşəkkür edirəm. Var olun. Çox sağ olun. Sağ olun.